Aprel döyüşləri başladığı zaman əslində çətinlik yaşamadıq. Mən bölmə komandiri olaraq mənim əmrimə 3 xüsusi əməliyyat qrupu verildi. Bunlardan biri qrup komandiri Vətən müharibəsi qəhrəmanı, hansı ki 2-ci Qarabağ müharibəsində Vətən müharibəsi qəhrəmanı almış bizim qürurumuz, fəxrimiz Səfərli Gündüz idi. Daha sonraki digər qrupun komandiri başqa bir zabit idi və 3-cü qrupun komandiri şəhidimiz, o da Vətən müharibəsində şəhid düşdü. İsmailov Elçin, Allah rəhmət eləsin. Onlar idi. 3 qrup verildi mənim əmrimə və bir tapşırıq verildi. Hansı ki, birinci tapşırıq bizim öndə gedən qüvvəmizi dəstəkləmək, digər istiqamətdən, hansı ki, Tapqaraqoyunlu kəndi istiqamətindən düşmən bölmələri arasında sızaraq, o ərazidə hərəkət edərək digər bölmələrimizdən birləşmək idi. İlk tapşırığımız bunlar idi və bunu uğurla yerinə yetirdik. Yəni bizim qrup digər qrup komandirləri ilə, yəni digər qruplarla Talış kəndi istiqamətində birləşməli idi. Amma orada biz belə deyək də 2 gün fəaliyyət göstərdik. Hansı ki, bir gecə düşmən arxasına sızdıq, irəlilədik. Ondan sonra bizim bölmələrlə birləşdik və kəndin ətrafındakı yüksəkləri ələ keçirdik. Döyüşün artıq belə deyək, bir günü davam eləmişdi, artıq ikinci günə keçirdi və ikinci günü bizim öndə olan qüvvələrimizin elə bir ki, köməyə ehtiyacı var idi və bu 3 qrup, mənim əmrimdə olan 3 qrup, bir sonraki gecə, hansı ki, ayın 2-si, gecə ayın 2-si demək olar ki, biz gecə boyunca ön xətti, yəni bizim qüvvələri keçəndən sonra və düşmən qüvvələrin arasından sızaraq Talış kəndi istiqamətində hərəkət elədik. Talış kəndi istiqamətində birinci növbədə Talış kəndini, artıq Talış kəndi demək olar ki, ətraf bütün yüksəkliklər bizim bölmələr tərəfindən alınmışdı, ələ keçirilmişdi. Bizim tapşırığımız kəşfiyyat tapşırığı idi və eyni zamanda da veriləcək əmr əsasında bizim öndə olan qüvvələrimizlə birləşmək və onlara kömək etmək idi. Biz də həmən gecə boyunca demək olar ki, hərəkət eləyəndən sonra Talış kəndi ətrafındakı hakimi yüksəkliklərdə postlar qurduq, müşahidə qruplar çıxartdıq, kəşfiyyat qruplarını çıxartdıq. O kəşfiyyat qrupları səhərə qədər oradakı olan zirehli texnikalarını müşahidə elədi, düşmənin tərkibini, sayısını, qüvvəsini aşkar elədi və daha sonra yuxarı komandanlığın əmri əsasında başqa bir istiqamətdən təkrar geri bölgəyə sızaraq həmən o bizim kəşfiyyat apardığımız, əldə etdiyimiz məlumatları yuxarı komandanlığa çatdırmaq idi. Əlbəttə ki, birinci tapşırığımız bunlar idi. Amma daha sonra həmən o 3 qrup atəşkəs bağlanandan sonra bizim əlbəttə ki, döyüş əsnasında yaralılarımız var idi, itkilərimiz var idi, şəhidlərimiz var idi. O şəhidlərin və yaralıların təxliyəsində, axtarış xilas etməsində və təxliyəsində iştirak elədi. Hərbidə belə bir şey var, döyüşlə kəşfiyyat. Yəni, sən düşmənin imkan qabiliyyətini döyüşlə kəşfiyyat aparırsan. Yəni, qısa bir döyüş aparırsan və o döyüş nəticəsində düşmənin zəif tərəflərini, güclü tərəflərini, özünün zəif tərəflərini, güclü tərəflərini belə də kəşfiyyatını aparırsan. Yəni, döyüşlə kəşfiyyat deyilir buna. Demək olar ki, biz bir növ əslində aprel döyüşlərində bunu icra elədik. Yəni, döyüşlə kəşfiyyat apardıq. Düşmənin ön xətt boyu qurduğu müdafiənin güclü tərəflərini, zəif istiqamətlərini, hansı istiqamətlərini güclü saxlayır, hansı istiqamətlərini zəif saxlayır, onları müşahidə elədik, onların kəşfiyyatını apardıq. Eyni zamanda da əlbəttə ki, bizim nöqsanlarımız var idisə, bizim nöqsanlarımızı gördük, analiz elədik və 2020-ci ilə qədər, yəni o 4 il ərzində o nöqsanların aradan qaldırılmasında böyük işlər gördük, fəaliyyət göstərdik. Düşməndə düşüncə var idi ki, orada bir müdafiə sistemi qurulub, o müdafiə sistemi düşmən bəlkə fikirləşirdi ki, biz yara bilmərik, bəlkə o yarılmaz bir səddir, elə fikirləşirdi və biz ona göstərdik ki, orada qurduğun müdafiə sistemi bizim üçün bir günlük bir işdir. Onu yarmaq üçün bizim üçün bir günlük bir işdir. Yəni biz bunu düşmənə gördük və o düşməndə o özünə olan inamı
birinci növbədə sındırdıq. Bu ən böyük bir necə deyim, nailiyyətdir və öz qoşunlarımızda, öz əskərlərimizdə və öz xalqımızda orduya qarşı, silahlı qüvvələrə qarşı böyük bir inam yaratdıq, psixoloji bir inam yaratdıq. 4 günlük müharibədə müştərək döyüş aparıldı. Lokal bir döyüş aparılmadı. Bu döyüşdə 4 günlük müharibə olsa belə, o 4 günlük müharibədə hava qüvvələri iştirak elədi, quru qoşunlar iştirak elədi, artilleriya bölmələri iştirak elədi, hava hücumdan müdafiə sistemləri, yəni qoşunları iştirak elədi, həkimlərimiz iştirak elədi. Yəni bütün həm güc strukturları, həm bütün dövlət orqanları bu 4 günlük döyüşdə müştərək iştirak elədiyi üçün bu böyük bir təcrübədir. Bu demək olar ki, Vətən müharibəsinin təməl daşı idi. Çünki Vətən müharibəsində də biz aprel döyüşünün davamını gördük. Vahid komandanlıq gördük. Hər bir kəs bir nəfərə qədər Ali Baş Komandanımızın ətrafında toplandı. Ona dəstək oldu. Ordu onun rəhbərliyi altında Vahid komandanlıq prinsiplərinə əməl edərək eyni şeyi icra elədi. Sadəcə daha geniş miqyasda icra elədi və biraz daha uzun müddətdə icra elədi. Amma fəaliyyət olaraq eyni fəaliyyətdir. Ona görə də mən hesab edirəm ki, aprel döyüşləri Vətən müharibəsinin təməl daşıdır və düzgün qoyulmuş, möhkəm qoyulmuş bir təməl daşdır.